görsünlər, bilsinlər belə Qazi adı altında gizlənib dələduzluq eləyir. Kanal 21-ə müraciət edən Ağcabədi rayonunun Hindaq qəsəbə sakini Kəmalə Namazova bildirib ki, Beyləqan rayon sakini hazırda Nərmanov rayonu Malik Məmmədov küçəsi 9, ev 8 ünvanında yaşayan Həsənli Akşin tərəfindən dələduzluğa məruz qalıb. Onun sözlərinə görə Akşin Həsənli özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək etibarından sui-istifadə edib və 3750 manatını mənimsəyib. Kəmalə Namazova bildirib ki, həmin şəxs ona pensiya düzəldəcəyini vəd edib. Bu səbəbdən yalnız özü deyil, ətrafındakı 6 nəfər də müxtəlif məbləğlərdə pulu Akşin Həsənliyə verib. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Özünüz təqdim edin. Namazova Kəmalə Tofiq qızı, Ağcabədi rayon Hindaq qəsəbəsinin sakini. Hal-hazırda Bakıda yaşayıram. Hansı tərəfdə yaşayırsınız? Məmmədli qəsəbəsində yaşayıram, kiraya qalıram. Siz bizə müraciət etdiniz, gəldiniz ki, mənə qarşı bir qazi, yəni qazi adı altında bir şəxs daha doğrusu sizə qarşı dələduzluq edir. Bununla bağlı tam təfərrüatı ilə siz məlumat verin. 7 ildir tanıdığım bir şəxs, məhəllədə kiraya qalmışıq. Həsənli Akşin Niyazi oğlu. Əslən Beyləqan rayonundandılar, hal-hazırda yaşayır Nərmanov rayonu Malik Məmmədov küçəsi 9, ev nömrə 8-də yaşayır, anası Mehriban xanımla yaşayır. Hər ikisi məni tanıyaraq, pensiyanın kəsilməsi ilə bağlı, pensiyələrin düzəlməsi ilə bağlı bir iş gördüyünü dedi. Mən də dedim, hə, mən də pensiya düzəltmək istəyirəm. Siz xəstəsiz? Hə, mənim epilepsiyam var da, sudruğa keçirdirəm, pis hallara qalıram. Xəstəxanadan kağız almadığıma görə, bu da dedi, bilirəm, neçə ildir bu vəziyyəti çəkirsən, sən mənə... Üzr istəyirəm, mən belə başa düşdüm ki, siz uzun illər pensiya almışsınız. Yox, almamışam, düzəltmək istəmişəm, alınmayıb. İlk dəfə ki, düzəldi. Hə, ilk dəfə idi ki, düzəltmək istəyirdim. Buna da dedim ki, belə də düzəldə bilmirəm, sən də oranın işçisisən də, özün oranın işçisi kimi təqdim elədi. Həsənli Akşin, Sosial Müdafiə Fondunun pensiya müdafiə orada işlədiyini, sənədlər göstərdi ki, qaziyəm. O cəvən doğrunda 2 dənə medalım var. Yəni bu Həsənli Akşin Niyazoğlu. Belə göstərdi, inandım. Hətta özüm buna götürdüm, 3750 manat pul verdim. Verəndən sonra da başqalarına da məsləhət gördüm ki, mənim işimi düzəldir, gəlin siz də işinizi düzəldim də belə. Amma bunun bir, nə bilim, fırıldaq mı, bir maşinik mi olduğunu, dələduzluq elədiyini bilmədim ki, bu belə məndən pul alıb gedəcək. Nə qədər pul vermişsiniz ümumilikdə? Özüm 3750 manat pul vermişəm, ancaq başqalarına da məsləhət vermişəm. İkisi 1500 veribdi. Biri 750 manat verib, 2500 verən də var. Məndən əlavə başqasının əli ilə tanıyıb, onlardan da 15.000 bir nəfərdən alıb, hal-hazırda hospitalın həkimidir, o da mənlə əlaqə saxlayır. Adını çəkmək istəmirəm, o da mənlə bərabər şikayət eləyibdi. Yəni, hamımızın şikayəti var, 6 nəfərik, hamımız şikayət eləmişik. Pulu ərazi olaraq harada vermişsiniz? Burada, elə bu 20 yanvar tərəfdə vermişəm, pulu, nəqd pulu elə vermişəm. Bir də hissə vermişəm, bəli. Bir də kartını atmışam, özünün adına olan kartı atıb. Nə qədər atmışsınız? 1501 atmışam, 2501 atmışam. Heç inan atılanlar mənə veriblər, atmışam, elə çoxdur. Yəni, bunun ortaya çıxmağını istəyərdim. Anasına getmişəm, demişəm ki, bəs Mehriban xanım, tap oğlunu çıxardı ortaya. Mən qapıdan içəri girmişəm, anası ilə danışdığım vaxtda bunun xalası zəng vurdu ki, gələn kimdir? Sanki bunlar hamısı ailəlik üçün işbirliyi qurublar. Xalası rəsmiyyədir, anası Mehribandır, bir də bu rəisim deyirdi, Anar müəllim. Mən dedim, nətər belə pensiyanı çöldən çölə? Dedi, biz elədi ki, orada fondda pulu almırlar da, rüşvətxor kimi gedir. Qıraqdan qırağa biz pul alırıq, sənəti işi həll eləyirik, sonra kartınıza, telefonunuza kod gələcəkdir. O kodla gedib fondun qabağında kart götürəcəksiniz. Ümumi o şəxsin adı nə idi? Həsənli Akşin. Həsənli Akşin sizə ümumilikdə nə qədər ziyandır? Elə xeylidir. Mənim özümdə 3750-dir. 3000 başqalarında da, bəli, başqalarında çox adam, 6-7 nəfərdə hərəsində fərqli summada pullar alıbdı, yoxa çıxıbdı. İndi telefonuna da zəng çatmır. Sentyabrın 15-i günü fondu qabağını sosial fond dedi də, onun qarşısına gəlin, mesajlarda yazıb, sübutlarım da var. Ona pul veriləndə şəkillər də çəkilib, hamısını verərəm sizə. Deyib ki, gəl ora, səhər-səhər sentyabrın 15 günü saat 9-un yarısından telefonu söndürüb.
Hə, sizə dedi gəl ora. Ora gəlirəm ora, mən də sizin kartınıza götürək də kartınızı götürək. Hələ yerdə qalan müəyyən məbləği də qaytarasan da mənə. Yəni sizə pensiya düzəldirəm. 3700-dən pensiya olmur da. Yəni əlavə kartınızda pul olacaq. Neçə vaxtdan bu sudurğadan əziyyət çəkirsiniz də, epilepsiyadan. Kartınızda pul var, yəni dövlət onu sizə şey eləyibdi, yığılıbdı. Onu verəsən. Mən də dedim, hə, yaxşı, durdum, ora getdim. Zəng vurdum, nömrəsinə zəng çatmır. Telefonu söndürüb. O gündən bu günə qədər də O günə də zəng çatmır. Əslən haralıdır o? Əslən Beyləqan rayonundandır. Ancaq Nərimanov rayonunda Malik Məmmədov küçəsi 9-da yaşayır. Evdə ev nömrə 8, anası ilə. Anasının yanına getmişdiniz də. Bəli, 2 dəfə anasının yanına getmişəm. Anası məni tanıya-tanıya üzümə dirənir ki, səni tanımıram. Bax, dəfələrlə görüntülü anasını yığıb yanımda, anası ilə danışmışam, demişəm belə-belə. Anası da mənim tanımadığım, baxırlar sanki məni tanıya-tanıya 7 ildə boynundan atırsa, deməli ana-bala bunlar iş verir, dururlar. Çatmır mənə, bunların elədikləri mənə çatmır. Aydındır. Sonda kimə müraciət edirsiniz? Birinci sizin yanınıza gəlmişəm, sizdən kömək istəyirəm, siz də bunu ictimailəşdirin. Bizim işimiz bəli, ictimailəşdirməkdir, adiyyatı müəyyən qurumlar bunu görsün, yəni görsünlər, bilsinlər, belə qazi adı altında gizlənib dələduzluq eləyirlər. Tapılsın, çıxsın ortaya, yəni mən pulumu istəyirəm ki, ona pul verənlər də məndən istəyirlər ki, sən dedin ki, yaxşıdır. Mən də belə tanımışam, yəni deyib, mən şərəfsiz deyiləm də, narahat olma, sənin pulumu mən yemirəm, mən elə uğraş deyiləm, şərəfsiz deyiləm, belə, nə bilim, eləliklə alıb gedib, yoxa çıxıb. Siz də inandınız, pul verdiniz. İnandım, verdim ki, indi pensiya alacam da, özdə anama verəcəm, borçlarım da yavaş-yavaş gedəcək, kredit çəkdim, buna verdim. Ancaq özü yoxa çıxdı. Hara getdi, telefonu söndürüb. Hal-hazırda da məlumat almışam ki, Beyləqan rayonunda gizlənir. Bununla bağlı siz adiyyatı qurumlara, Daxili İşlər Nazirliyinə müraciət etmisinizmi, yəni şikayət etmisiniz? Bəli, 102-yə şikayət olunub, demirəm, mənlə bərabər 6 nəfərdirlər. Hamısı 102-yə də yığıblar, Qaradağ rayon polisinə də verilib, 15-ci bölməyə də verilib, yəni 38-ci bölməyə verilib, Abşeron rayon bölməsinə verilib, yəni hər bir tərəfdən yəni şikayət olunubdur bu. Məsələ ilə bağlı Kəmalə Namazovanın iddialarını təsdiqləyən səs yazılarını da əldə etmişik. Həmin səsləri sizə təqdim edirik. Kəmalə, salam, necəsən, keyfin alın? Hə, Kəmalə, biz söz vermişdik şamil əmiyə ki, biz ayın 8-i. Sistem birinci partiyada adını çıxartmadı, qaldı ikinci partiya. Yəni ikinci partiya 100% deyil də, milyon faizlikdir. İkinci partiyada oktyabrın 10 günlük, 1 il ola bilər, 2 il ola bilər, 5 il ola bilər, yəni onunla o tələbə keçməyəcək. Mənim adımdan deyərsən Şəmləmlə. Mən Xocavənddəyəm də, burada çox vaxt tut verəmdir deyə ona görə şey eləyə bilmirəm. Sən mənim adımdan dedin, narahat olmasın. Yəni bizlik də iş yoxdur, düzdür, söz vermişdim 8-ə, vallah bizlik də iş yoxdur. Sistem olanda olur da, sistem özləri də yaxşı bilir ki, sistem atır birinci partiya, ikinci partiya. 2 partiya olur da, 2 partiyadan artıq olmur burada. Yəni milyon faiz elə səndən bir 20 dəqiqə qabaq danışmışam, at familiyasına görə demişəm. Dedim milyon faiz ikinci partiyada elə narahat olma, onun adları çıxacaq, xeyrin olsun. Valla onu demədə, dedilər bir dəfənin ödənişi budur, bunun 7%-ni köçürməlidir. Köçürə bilirsə, köçürsün, köçürə bilmirsə, açsın bizim mühasibin kartına, o köçürsün. 10 günədə onun kartı gəlir, avtomatik o pul karta köçsün də, başa düşdün? Bizim 350-ni böl 7-yə böl 100-ə, o da eləyir 1258 manat 50 qəpiklərdir, belə bir şey. 1284 manat və 1284 manat 50 qəpik, özündə böl eləyir. Gözlə onu. Zəhrum soruşum, öyrənim görüm 7%-də qədər eləyir. Köçürə bilməsən də atarsan mənə, mən buradan şəxsiyyəti də atarsan, mən buradan verərəm mühasib köçürər özü. Bilirəm də, bilirəm əsgərəyə getməyik. Orada yazılır da nə ilə getmədiyi ona görə. Sən onun nömrəsini atmana mən danışım. Çünki Kamış, birinci gün nə qədər təşkil o deyil də, 283 dənə sənətdir, siz qarşı. Onların hamısı gedəcək rəisi qabana, pesat vurub vuracaqlar sistemə, pesat vurub vuracaqlar sistemə. Orada bax görsən də yerdə kimi ödənişlər qalıb, ona qoyacaqlar qarağı ki, ödəniş eləsinlər sonra. Başa düşdün nə deyirəm? Mən deyirəm ki, ödəniş eləsin ki, nə qədər eləyim, salım qabağa da, başa düşdün səndən onu. Sənə heç, sənə demişəm ki, qohumumdur, xalam qızdır. Görürsən mənimsən, narahat olma. Amma Şəmil ödəməlidir düşmən. Ümid edirik ki, sizin şikayətiniz adiyyatı qurumlar tərəfindən baxılacaq və ədalətli qərar veriləcək. Sizə dəymək istəyən
inşallah ödəniləcək. İnşallah. Dəyərli izləyicilərimiz, mən onu da nəzərinizə çatdırım ki, biz qarşı tərəf olaraq, yəni qarşı tərəfin də mövqeyini ictimailəşdirməyə hər zaman hazırıq. Baxmayaraq ki, Akşin bəylə əlaqə saxlamağa cəhd elədik. Akşin bəyin telefonu hal-hazırda sönümlü olduğuna görə biz onun da fikirlərini dinləmək istərdik. Amma çox təəssüflər olsun ki, Akşin bəyə düşə bilmədik. Xanımın dediyi kimi, telefonu sönümlüdür. Və fərqindən, günündən asılı olmayaraq, yenidən əgər Akşin bəy bizlə əlaqə saxlayarsa, biz böyük məmnuniyyətlə də onu dinləməyə hazırıq. Ümid edirik ki, bu məsələ haqqında aidiyyəti qurumlar ölçü götürəcək və vətəndaşa dəymiş ziyan Akşin bəydən alınaraq vətəndaşa veriləcək. Təşəkkür edirəm, özünüzdən müğayət olun dəyərli izləyicilərimiz. Allaha əmanət olun, sağ olun, salamat qalın. İnşallah növbəti videolarımızda görüşərik.